Eldar müəllim, xoş gördük sizi. Qaranlığa xoş gəlmisiniz. Salam veririk. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Çox yaxşı. Çox yaxşı. Eldar müəllim, siz məşhur Mansurovlar nəslinin nümayəndəsi. Böyük sənətkar Bəhram Mansurovun övladısınız. Qardaşınız da musiqiçidir. Yəqin ki, nəsildə başqalarının da musiqi yetənəyi olub. Sizin musiqi sahəsində qazandığınız bu uğurlar nəsildən gələn istedaddır, yoxsa daha çox şəxsi zəhmətin, əziyyətin bəhrəsidir? Belə hər ikisinin də burada aidiyyəti var. Nəsildən deyəndə ki, bizim nəsilimiz, şəcərəmiz hamı bilir ki, Mansurovlar musiqiçilər nəslidir. Yəni ki, Bakının varlı bey ailələrindən olub bizim nəsil, kökəyi, amma ki, bunların həvəsi, marağı olub musiqiyə. Ələlxüsus mənim ulu babamın, yəni atamın babası Bakıda muğam məclislərinin yaradıcısı olub. Yəni ki, bütün kitablarda da yazılıb. Yəni ki, bütün köhnə deməli musiqiçilər hamı bilirdi ki, Məşədi Məlikin evi bir növ musiqi salonuna bənzəyirdi. Burada çoxlu musiqilər deməli ifa olunurdu. Əsasən muğamdı o vaxt ifa olunan musiqi. Və deyək ki, Azərbaycanın, o vaxt Azərbaycan dövrdə ayrı quberniya idi, müxtəlif quberniyalardı. Həmin quberniyalardan çoxlu ifaçılar gəlib, hamısı toplaşardılar Bakıda Məşədi Məlikin evində. Çox böyük məclislər olub, muğam məclisləri olub, burada çox şeylər götürüb qoyublar orada, yəni ki, muğamları zaten, hətta Üzeyir bəy, Müslüm Maqamayev cavan vaxtlarında onlar da o məclislərə gəlib gediblər, baxıblar, yəni ki, Cabbar olub orada, sonra çox musiqici Sadıqcan, bunlar hamısı gəlib gedəndilər. Ulu babam rəhmətə gedəndən sonra onun oğlu, mənim babam bu məclislərin olduğu bir növ rəhbəri və davamçısı. O da deməli, belə oldu ki, atam uşaq yaşlarından evdə tar içidib, muğam eşidib, götürüb çalardı. Babam da onu öyrədib çalmağı. Ondan başqa babamın qardaşı Mirzə Mansur, o da Azərbaycanda çox məşhur bir adam olub. Mirzə Mansur hamı bilir ki, muğam bilgisi idi. Yəni ki, dərs deyirdi o vaxt Üzeyir bəyin yaratdığı birinci konservatoriyada. Onlardan sonra atamın əmisi oğlu, atamın qardaşı, hamısı tarzan olublar. Sonra da belə gəldi ki, bizə gəldi, çatdı növbə. Atam da evlatlarını, yəni ki, o istəmirdi biz musiqiçi olaq, amma ki, anamın təkidi ilə biz olduq musiqiçi. Mən və mənim qardaşlarım. Və digər deməli ailədə, yəni ki, nəsildə başqa musiqiçilərimiz də var. Yəni ki, atamın əmisi oğlu idi, deməli, onlardan da olan bəzi qohumlar, hamısı musiqiçilərdir. Bax, mənim özümdən asılı olmayaraq, gözümü açandan İstər-istəməz olmuşam musiqiçi. Yəni ki, eşitdiyim tarses olub, muğam olub, xalq mahnıları olub, sonra nə bilim, və s. Eldar müəllim, bax, dediyiniz kimi böyük sənətkarların içərisində böyümüsünüz. Onlardan sizin evinizin qonağı ən çox kimlər olub? Mən gördüklərim Xanam idi, Xan Şuşinski idi, Seyid Şuşinski idi, Qurban Pirimov idi, Həqiqət Rızayev idi, Əlisət Sadıqov idi, sonra Xanlar Haqverdiyev idi, yəni ki, köhnə musiqiçiləri idi bunlar, Yavər Kələntərli idi. Yəni, belə daha çoxdur bunlar, yəni ki, Gülxar Həsənova. Sonraki nəsildə oldu, yəni Sarı Qədimova idi, sonraki nəsil, yəni ki, Əbülfət Əliyev idi, Bakir Aşimov idi, Hüsnü Qubadov idi, Rəsmiyə Sadıqova idi, sonra Zeynəb Xanlarova idi, Nəzakət Məmmədova, Nisə Qasımova, yəni ki, kimlər siyahı çox böyüdü. Hamısı bizim evi gəlib gedən adamlar oldular. Eldar müəllim, bəs onların övladları ilə münasibətiniz var idi mi? Yenə də var mı? Tağlıq vaxtı olub münasibətlərimiz. Sonra mənə bir vaxt olmadı, yəni böyüyəndən sonra. Bir də indi bu yaşa gəlib çatmışam. İndi bəzilərinə indi o münasibət var. Zəngləşirik hərdən bir-birimizə. Məsələn, bir şey danışım. Süleyman Ələsgərovun kiçik oğlu Eyyub, Allah rəhmət eləsin ona. Biz həm qonşu olmuşuq, həm də o ilə dost olmuşuq. Yaxşı da musiqiçi idi o. Yəni, atalarımız dünyasını dəyişəndən sonra hər dəfə o mənim atamı görəndə televiziyada, televizor hər hansı bir verişdə bir görsən mənə zəng edirdi.
Sən deyir, salam mənim gör qonşum, o mən həmişə gör qonşusu deyirdi. Ay canım. Hə, bu cür elə. Mən də deyirdim, canım, eşidirəm. Deyir, biz Bəhrim əmini göstərirlər filan kanalda, filan verilişdə. Və yaxud Süleyman əmini göstərəndə televiziyada mən zəng edirdim. Onun ki, bax, gör qonşum, bax yine, papanı göstərirlər. Bax, belə münasibətlərimiz olub. Bugün də var. Əlövsət Sadıqovun oğlu ilə görüşürük. Digər tartışılanlar, oğlanlarla görüşürəm. Məsələn, Əhsən Dadaşovun, Hacı Məmmədovun oğlu ilə ara sıra görüşürük bunlarla. Yəni ki, biz o tərbiyəni almışıq ki, keçmişdə hamısı bir-biri ilə ünsiyyətdə olublar, münasibətdə olublar, görüşüblər, söhbət ediblər, bir-birinin evlərindən gedgər olub. İndi düzdür, biraz gedgər, biraz çətinləşib indi. Tamı vaxt məsələsi ilə biraz çətinlik çəkir. Amma heç olmaz, yaşlı telefon var, telefonla heç olmazsa bir-birimizi yad eləyirik. Müsahibələrinizdə tez-tez atanızdan misallar çəkirsiniz. Hətta onun fikirlərini örnək aldığınızı hiss etdirirsiniz. Amma eyni zamanda da çox müstəqil, azad insan olduğunuzu deyirsiniz. Bəs sənət seçimində necə? Qərarı kim vermişdi? Daha çox dinləmək dəvəsi. Yəni, mən düşünmürdüm ki, mən musiqiçi olacağım. Qərarı anam verdi. Anam çox istəyirdi ki, biz üç qardaş, üçümüz də musiqiçi olaq. Birimiz bəstəkar ola, birimiz dirijor ola, birimiz də atamın yolu ilə tarzan olsun. Elə də oldu. Yəni ki, mən fortepianoya gedirdim. Sonra konservatoriya daxil olanda artıq bəstəkarlığa verdim sənədlərimi. Yəni, o vaxta qədər məsələn, belə xırdapara nəsə yazırdım. Əvvəl mahnılardan başlamışdım. Yüngülvari bir-iki mahnı yazmışdım. Sonra əsasən instrumental musiqi yazırdım. Sonra belə oldu ki, həvəs gəldi birdən, belə də özümə həvəs götürdü, gəldi ki, biz bəstəkar olmalısın, bəstəkarlıqla məşğul ol yine. Bax, bu cürə də gəldim, Cövdət Hacıyevdə oxudum, Beşir konservatoriyada. İndi daha necə bəstəkar çıxmışamsa, hər halda evdə də o tərbiyəni görmüşəm valideynlərinə və tədris institutunda, konservatoriyadan da o tərbiyəni görmüşəm. Yəni ki, müəllimlərim yaxşı müəllim olublar, yaxşı dərslər deyiblər. Onlardan çox şey götürmüşəm. Çox heyf ki, indi elə müəllimlər çox azdır. Bizim nəsildə bir şey var. Həmişə hər şeyi çalışırıq, axırınaca gəlib çıxaq. Yəni ki, bu sənətdir, savaddır, deyərdim ki, atam həmişə bir dənə söz deyərdi ki, səni vəzifəyə qoyublar, necə qoyurlar, elə də çıxarda bilərlər. Amma savadı verdindən heç kim ala bilməz. Çalışqın savadlı adam ol yine, çalışqın bilikli ol yine. Sənin biliyin, savadın olsa, səni ömrün axırınca səni dolandıracaq bu. Həqiqətən də elə oldu. Mən açıq dəfələrlə vəzifələrdə, müxtəlif vəzifələrdə oldum. Mən oradan yaxşılıq görmədim. Amma ki, məni açıq bugünkü bu səviyyəyə götürən, bugün oturmuşam sizinlə özbəöz. Yəni ki, müsahibə danışırım məsələn də. Mən müsahibə deməzdim, mən deyərdim ki, belə də gözəl bir söhbət. Həm söhbət olmuşuq. Bu şeylər hamısı mənim öz işimə ciddi münasibətimdir. Sizə olan sevgimiz, sizə olan hörmətimiz əlbəttə ki. Yəni ki, belə bir şeydir. Yəni ki, hər şeyin axırıncı gəlib çıxmışıq, öyrənmişik hər şeyi. Atam da həmişə deyərdi ki, mən belə eşitmişəm. Ömründə deməzdi ki, bu şey belədir. Yəni ki, mən də açığı, mənə deyəndə, mən elə görmüşəm də, yəni ki, yaşlı kişilər məndən əvvəlki elə deyiblər. Heç vaxt, heç kim demir ki, bu iminə belədir, bu resepti, bu belə olmalıdır. Müxtəlif adamlar müxtəlif cürə fikirləşir. Çox az Azərbaycan bəstəkarı var ki, bəşəridir. Dünyada tanınır, dinlənir. Sizin bəzi əsərləriniz, melodiyalarınız var ki, Azərbaycanda olduğu qədər Türkiyə, Rusiya, Avropa ölkələrində də onları sevə-sevə dinləyirlər. Bu bir şans məsələsidir, yoxsa gərgin zəhmətin və istedadın nəticəsidir? Əvvəla, əgər zəhmətin olmasa, yəni ki, sən bu sənətə yerən bilməzsən, bu bir. Amma o ki, gəlir səni bir növ tanıtdırır bütün dünyaya, deyərdim ki, sənin əsərləri müxtəlif ölkələrdə ifa edirlər. O hamısı mən deyərdim ki, sizin dediyiniz kimi şans Allah Taala'nın verdiyi paydır. Mən həmişə Allah adamı olduğuma görə mən həmişə hər şeyi bağlayıram ilahi ilə, çünki
onun hər bir ki, hər adam dünyaya gələndə, hər bir ki, onun öz alnında yazılır onun taleyi. Mən deyərəm ki, mənim də alnıma Allah Teala çox güman ki, bu payı verib və mən də həmin həyatı yaşayıram. Necə olacaq, necə bilmirəm, amma ki, hələ ki, mənə gəlir ki, düz yoldayam, düz yol gedirəm. Sənətkar kimi yetişməyinizdə kimlərə, hansı sənətkarlara borclusunuz? Müəllimləriniz kimlər olub? Mənim ilk müəllimim atam olub evdə. Və anam da ki, həmişə atama yardımcı oldu. Məsələn, otururdular, olan məsləhətlərlə çox şey eləmişəm mən. Məsələn, necə? Musiqidə, məsələn, zövqlü musiqini dinləmək məsələsi. Məsələn, otururdu, məsələn, Asaf Sernalda oxuyurdum mən, oxuduğum tələbə olan vaxtı. O vaxtı, məsələn, plastinkalardı, böyük plastinkalar. Məsələn, dünya, Avropa, Rus bəstəkarlarının, Sovet bəstəkarlarının əsərlərini qulaq asırdıq. Məsələn, hərdən qulaq asırdım, özüm üçün də maraqlı idi, mən öyrənərdim bu şeyləri. Bir də görsə, atam gəlib otururdu yanında bir, məsələn, simfoniyadır və yaxud operadır, nədir, o da qulaq asırdı. Məsələn, mən hərdən, məsələn, də deyirlər ki, sən atom tarçalandı, muğam çalırdı, sən biraz klassik yoldasan, Avropa üslubunda deməli musiqiləri qulaq işləyirsən o üslubda. Bəs nətər olsan atomda? Mən bunlara başlaya bilmirdim ki, mənim atam 55 il opera teatrında simfonik orkestrdə işləyib. Leyli və Məcnun operası, Əsli Kərəm, Aşıq Qərib, Şah İsmail bu operalarda Üzeyir bəy, Müslüm Ağamanın operalarıdır, Zülfüqar bəyin. Deməli, atam bunlarda hamısında tar çalıb. İstər-istəməz atam tar aləti ilə simfonik orkestrin tərkib hissəsində biri olub. Yəni ki, ona görə bu adam bu şeyləri qulaq asırdı. Ondan başqa atam həmişə danışardı ki, məsələn, operada işləyən vaxtlarda deyir, gedirdim tez-tez orada, o vaxtda bizim operada yaxşı solistlər vardı, oxuyanlar vardı. Gedirdim Rus operaları gedirdi, Avropa operaları gedirdi. Mən gedirdim onlara baxırdım deyir. Mənə deyir, ləzzət edirdi o şeylər. Çünki sən göründü ki, yaxşı ifaçılar var, adam həvəsə gəlir. Bizdə də məsələn, mən musiqiyə gəlməyim, qardaşlarım musiqiyə gəlməyim. Mən evdə görmüşəm, zövqlə yanaşıblar bu şeyə. Mənim atam öldürür onu, məsələn, pis musiqiyə qulaq asmazdı. Mən inanmıram ki, o pis musiqiyə qulaq asıb. Eşitsəydi də o yanından keçib gedəcəkdi bu cürə. Amma əsasən yaxşı musiqiyə, mən özüm də çalışıram, ancaq zövqlü yaxşı musiqiyə qulaq asım. Yəni ki, təkrar olunmuş, çeynənmiş musiqiləri xoşlamıram. Yəni ki, bu şeylərə mən evdə görmüşəm birinci dəfə. Sonra ki, mən gəldim, oxudum, məsələn, Asaf Zeynalda, konservatoriyada. Orada mənim müəllimlərim deməli, Asaf Zeynalda, yəni bəstəkarlıq yox idi. Fortepiano, yəni ki, onu oxuya-oxuya mən fortepianoda çox musiqiləri dinləyirdim. Amma konservatoriya daxil olandan sonra Cövdət Hacıyevdir, Arif Məlikovdur, Akşin Əlizadə, yəni bu adamlarla mən deməli, daha çox ünsiyyətli olmuşam. Çünki deməli, Arif Məlikov mənim orkestrovkadan müəllimimdir, Cövdət Hacıyev bəstəkarlıqdan. Məsələn, Cövdət müəllim hərdən xəstə olanda, gəlməyəndə onun yerinə Akşin Əlizadə dərs keçirdi bizdə. Yəni, bunların hərəsinin bir üslubu vardı, hərəsinin bir dünya görüşü vardı. Mən həmişə bir adamla görüşüb eləyəndə, söhbət eləyəndə mən çalışıram, onlardan nəsə bir yaxşı bir şey götürüm ki, onlar da mənə nə vaxtsa bəlkə də lazım oldu həyatda. Belə şeylər, yəni, dərs, məsələn, müəllimliyi nətərdir? Müəllimliyi kitabda yazmırlar ki, filan bu cürə müəllimliyi eləməlisən. Görürsən, götürürsən. Onun bir metodu, bir başqası başqa cürə müəllimliyi edir. Hərəsindən bir şey götürürsən, axırda özün gəlib olursan müəllim. Eldar müəllim, bildiyimiz qədər siz müxtəlif musiqi ocaqlarında dərs demisiniz. Sizin kimi təcrübəli, nəzəri bilikləri zəngin olan, musiqi nəzəriyyəsini yaxşı bilən bəstəkar niyə pedaqoji fəaliyyətini dayandırdı? Mən 72-ci ildən uşaq musiqi məktəbində dərs demişəm, 79-cu ilə qədər. 80-ci ildə Asaf Zeynalda bəstəkarlıqdan dərs demişəm, 1 il. Sonra 3 il bizdə Apilenin deyirdilər, indi bilmirəm nə deyirlər o institutda. Apilenində orada musiqi kafedrası vardı, 3 il orada dərs demişəm.
84-cü ildən də 95-ci ilə qədər dərs demişəm konservatoriyada. Sonra 95-dən sonra 98-ə qədər təxminən də istedadlı uşaqların gimnaziyası, Oqtay Rəcəbov məktəbi deyirdilər, orada dərs deyirdim. Yəni ondan sonra da işləmirəm. Niyə? Səbəblər nə? Mənə görə tələbat yoxdur. Elə şey olar mı? Yoxdur. Hətta dilimlə bir-iki dəfə özüm də dedim ki, həmin o ali təhsil ocaqlarında işləyən tanışlarıma ki, dedim, mənim üçün bir yer tapılar burada dərs deyim. Yox, yerimiz yoxdur. Yoxdur. Mahnıları ən çox anonim kimi təqdim olunan bəstəkarlardan biri də sizsiz. Bu bədxah qonşularımızın sizin musiqilərinizi öz adına çıxması ilə bağlıdır, yoxsa başqa səbəblər də var? Bu oğurluq hər yerdə olub, həmişə olub. Təkcə qonşularımız deyir ki, onlar da bu yaxınlarda mən bir neçə il bundan qabaq YouTube-da bir xeyli mənim mahnılarımı onlar götürmüşlər, öz adlarını buraxıblar. Onları YouTube-dan yığışdırmışam, amma baxıram onların radiolarında o mahnılar səslənir. Özü də məsələn çox maraqlı bir şey var, o gün mənə göndəriblər o mahnını. Aygün Kazımova ifasında Gecələr keçir mahnım var mənim. 2 erməni oxuyub onu, 2 dənə ayrı-ayrı erməni sözlərini yazıb, oxuyublar. Deməli, YouTube-da qoyublar ikisi də onu. Biri qoyub öz adından bəstəkarı güya budur. O birisi də oxuyub, o da qoyub öz adını, orada bəstəkarı odur. Mən baxıram bunları nətər, bunlar hayasız millətlə, mən bunlarla nətər dava edeyim. Digər Avropa ölkələrində orada müəllif hüquqları ilə mən məşğul oldum. Yəni hamısını qarib gəlmişəm orada. Yəni müəllif hüquqlarına müraciət etmisiniz? Hamısını udmuşam məhkəmələrini. Mən uzun illərdir, 15 ildən çoxdur mən məhkəmələrlə məşğulam. Amma ermənilərə onlara bir çarə yoxdur. Bunlar yəni ki, bunlar da mümkün deyil vuruşmaq. Sadəcə olaraq onların ifasında öz mahnılarımı işlədim, mənə gülməyi tutur. Bayatlarımı ifa ediblər, yazmırlar Eldar Mansurov, bayatlar yazdılar. Vastoçnaya muzika. Yəni birinci şeylə. Bayatlar sizin bəstəkar kimi pasportunuz oldu. Maraqlıdır, bu mahnını oxuyan məşhurların hamısı sizdən icazə alıbmı? Məsələn, Sezen Aksu bu mahnıya söz yazdı. Levent Yüksəllə onu dünyaya fərqli formada tanıtdı. Vahid Əzizin sözlərini necə oldu ki, Sezen Aksu zalimə çevirdi? Vahid Əzizin sözlərini zalimə çevirməyiblər. Vahid Əzizin sözləri ayrı idi, zalim bambaşqa mənası. Yəni ki, 2 dənə ayrı-ayrı, amma sizin musiqinin üstə qoyublar. Ayrı-ayrı şeirlərdirlər. Mənim musiqim, dünya hər yerdə bu şey var. Yəni ki, məsələn, Rusiyada bir Nikolay Denisev mənim həmin bayatlarıma rusca söz yazıb, adını qoyub Zdravstoy, yəni salam. Yəni bu dünya hər yerində bu şey var. Yəni ki, xaricdə məsələn görürsən ki, bir musiqiyə məsələn onlar Azərbaycan dilini bilmirlər çox adam məsələn xaricdə. Məsələn Bosniya-Hersegovinada o bir nəfər oxuyub bu mahnı bayatları, o adını qoyub Suboda. Yəni şənbə. Yəni müxtəlif dövlətlərdə, müxtəlif xalqlarda, müxtəlif deyərdim ki, o deməli adamlar, ifaçılar hərəsi öz dilində oxuyur ki, onu başa düşsünlər nədən yer söhbət. Amma musiqi dili yoxdur ki. Sözləri Azərbaycan üçün çox yaxşıdır. Yəni Azərbaycandan Bəli. Yəni dəyərli bir insan. Məsələn Rusiyada oxuyurlar bayatları. Bunu nə başa düşəcəklər Azərbaycancan heç necə. Deməli öz sözlərini yazmalıdırlar. Türkiyədə də öz sözlərini yazıblar. Bəli, sizin musiqiyə onlara o yaxındır. Amma ki, deyərim ki, bax, görün neçə ildir, 95-ci ildən bu günə qədər Zalim adı ilə o mahnı səslənir. Bu günə qədər hələ populyardır o mahnı. Bəli, çox da populyardır. Çox da sevilir. Səs Türkiyə var, müsabiqə. Hər Səs Türkiyədə ən azından 3 adam, 4 adam bu mahnını oxuyur orada. Daimi iştirakçılar oxuyurlar. Allah sizə can sağlığı versin. Ondan başqa nə qədər cavab? Mən hər il neçə 8-10 nəfər adam mənə müraciət edir Türkiyədən ki, biz bu mahnı oxumaq istəyirik, biz icazəsi bu cürə. Yəni deyirəm, buyurun. Yəni ki, musiqinin haqları məndədir. Yəni ki, mənə müraciət edirlər onlar bu cürə ilə. Çox güman ki, Türkiyədə sözlərinə görə də Sezen Aksu'ya müraciət edirlər. Hər halda Azərbaycan musiqisində bunu artıq hamı bilir. Mən ki, məhkəmələri hamısını utdum, elədim. Bütün dünyada hamı bilir ki, bayatların yanında Eldar Mansurov yazılıb. Nə gözəl. Yəni ki, çox gözəl.
mən üçün doğrudan böyle bir fəxrdir ki, bu musiqi səslənir dünyanın hər yerində. Və hamı da, məsələn də bunu indi bir arada anonim olan vaxtı mənə müraciət eləmirdilər. Çünki mənim gücüm çatmırdı. Çünki bunlarla məhkəməyə çıxmaq üçün mənə arxa lazım idi. Mənə qanunlarımız lazım idi. Gördüm, axı yoxdur. Müəyyən bir vaxt gəldi, imkan əlimə bir balaca, özümə bir dəstə düzəltdim. Yaxşı bir jurist, advokat, hüquqşünas və özümüz oğlumla mən bu işlə məşğul olduq və başladıq bu işi aparmağa irəli və beləliklə bütün məhkəmələrin hamısını, onları hamısı məhkəməyə verdik və qalib gəldik məhkəmədə. Çünki bilirsən, burada qaçan yerləri yox idi. Bu mahnı yazılıb burada. Bütün tarixinə də baxanda, bu plastikada da çıxmışdı Sovetlər dövründə. Burada da məsələn nə qədər oxuyub ediblər. Hara Fransalar gəlib çıxdılar Eldar Mansurovun üstünə. Son zamanlar bir çox müğənnilər, musiqi təhsili olmayanlar özlərinə mahnı bəstələməyə başlayıb. Ya pul vermək istəmirlər, ya da onlar üçün yazan yoxdur. Bəstəkarlığın bu cür kütləviləşməsinə münasibətiniz necədir? Bəstəkarlıq daha yoxdur, mən deyərdim ki, bəstəkarlıq məktəbi bağlanıb. Kimlər ki, indi tək-tək nəsə yazırlar, onlar İstəmirəm heç o barədə danışım. Bəstəkarlıq deyəndə həmişə deyərdi ki, Tofiq Quliyev gəlir adamın gözünün qabağına, Emin Sabitoğlu, Rauf Hacıyev, Cahangir Cahangirov, Seyid Rüstəmov, nə bilim, çox-çox bəstəkarlarımız var. Peşəkar Ramiz Mustafayev, Mirişlisi, Oqtay Rəcəbov, hamısı bunlar, Oqtay Kasımov özü. İndikilər o səviyyədə yazmırlar. Çünki deyəndə deyirlər ki, zaman dəyişib, o vaxt ayrı idi, indi başqadır. Məsələn, keçmiş bəstəkarların mahnılarına baxanda artıq əksəriyyəti həyatda yoxdurlar. 3-4 nəfər qalmış həyatda, o da mənəm, Cavanşirdir, Quliyev, Faiq Sücətdinovdur, bir də Vaqif Gərəzadə. Biz gedəndən sonra mən bilmirəm sonra nə olacaq, yazığı. Yəni ki, bu melodiya deyilən şey var. Keçmişdə mahnıların melodiyası olurdu. İndi melodiya yoxdur mahnılarda. Ancaq ritmdir, güppə edirlər. Bunlar sonra nə edirlər bunu, bu musiqini? Bunlar götürür, mənim hər hansı bir, təkcə mənim yox, hər hansı bir bəstəkarın, hər hansı bir mahnısından bir dənə balaca bir hissəni götürür. Yerdə o hissəni əsas götürür, yəni ki, nəqaratda oxuyacaq bunu, hardasa nəsə. Yerdə qalan aranjmançı yazır, kim yazır onun üçün, nə edir? Sonra götürüb gəlir, sözləri də dəyişirlər, mahnının xarakteri də dəyişir. Sonra götürüb göstərir. Mən su mahnımızı oxumuşam, bir dənə qulaq asın, mənə bir xeyir dua verəydiniz. Göndərirlər, mənə qulaq asıram, deyirəm, bunun harasındadır mənim musiqam, mənə göstərginlə bir dənə, mən tapa bilmədim mən öz parçamı. Ay, bu sözümdür, dedim, yaxşı. Əgər sən bu mənim bir dənə musiqimdən 3 dənə komponenti var musiqinin. Girişidir, intro, nəqaratıdır, bir də kupletidir. Üçündən birini götürüb, ikisini atıb qırağa. Deyirəm, yaxşı, heç olmazsa kim ki yazıb bu yerdə qalan hissələri sənin üçün? Mənim adımın yanında onu da yaz. Çünki mənim musiqilərimi eşidən adam, o biraz təəccüb edəcək ki, Eldar indi belə yazır. Mən belə yazmıram, baxayım. Mənim öz dəstxəttim var. Mənim öz yazdıqlarım var. Məni tanıyırlar mənim dəstxəttimlə. Sən götürmüşsən, kimisə qoşmuşsan mənə. Yəni ki, o musiqi də deyir o, mən başa düşməm nədir o. Belə çıxır ki, güya ki, mənim adımı verirsən, o adamın adını vermirsən, kim ki, o əlavə qusaqları yazıb. Sonra deyirlər ki, Eldar, ya deyəcək Eldar pis yazır, ya deyəcək da yaza bilmir, deyəcək bu da xarab oldu. Bax, budur söhbət. Zaman dəyişib. Dəyərlər dəyişib. Dəyərlər dəyişib, bəli. Ona görə, bax, bugünə gəlib çıxmışıq. Mahnı janrının gələcəyi nə olacaq bilmirəm. Əgər diqqətlə baxsaq, toylara baxın da, el şənlikləri, toylar, konsertlərə baxın. Əsas nə oxunur? Köhnə mahnılar oxunur. Bəli, köhnə mahnılar insanın ruhunu dilləndirir. Müasir mahnıları bir saharda oxuyurlar. Mən hərdən toylara gedirəm, çay dəvət edirlər, toya gedirəm. O gecə saat 10-dan sonra 11-də DJ gəlir. O götürür qoyur köhnə mahnıları, təzə müasir mahnıları, Dabba Durubla zadla. Bunlar deyirlər ki, biz filan kəs gəldi öz repertuarı ilə.
Həmkarınız Cavanşir Quliyev deyir ki, süni intellektin yaranması sahəmiz üçün təhlükə gətirir. Yəni, müğənni oxumaq, rejissor hansısa film üçün istənilən mahnını süni intellekt vasitəsilə əldə edə bilər. Siz nə dərəcədə bu təhlükəni real sayırsınız? Sizcə doğrudan da süni intellekt bəstəkarlara qalib gələ biləcək? Çox adam tanıyıram, adlarını da çəkmək istəmirəm mən onların. Onlar elə süni intellekt kimi bir şeydilər. Yəni ki, musiqi təsiri yox, musiqidən xəbəri yox, amma internetdə hazır ritmlər qoyulur, hazır musiqi parçaları, hazır o perihodlar deyirlər, onlar qoyulur hamısı. Bunların hazır orada sözlər də var. Hamısını, yəni ki, kompüter yaxşı bilən adam, bunları knopka, bir parmağına knopkanı basa, hamısı bunları yığdı, düzəltdi. Görsə mahnı çıxdı ortaya. Hətta bu yaxınlarda bir nəfər mənim üçün hansısa musiqimin altında yazmışdı ki, mən deyir, süni intellektlə sizdən yaxşı yazıram musiqini. Mənim üçün yazır. Mən şübhə eləmirəm. Ola bilər məndən yaxşı yazsın. Çünki mən süni intellektlə mübahisəyə girmirəm. Mənim bacardığımı süni intellekt eləyə bilməz. O hissləri o verə bilməz, təbii ki. Hissdir də, yəni bu elementarla bir sənədərdir. Robotla insan, ayrı-ayrı şeylərlə, yəni ki, çox şeyləri müqayisə edə bilərəm, deyə bilərəm. Bu şeylər yoxdular. Gələcəyin ki, budur. Süni intellekt nedir? Ancaq ritim, güp-güp eləyir, ritim verir. Belə şeylərdir. Melodiya yoxdur. Məsələn, ediblər, mən eşitmişəm da, hətta ciddi musiqidə də. 4-5 dənə bəstəkarın musiqisini hamısını hərə bir şey atırsan qazanın içinə, qarışdırırsan bunu çömçə ilə, zaten sən bir daha göyə təzənə çıxacaq. Təzə bir daha şey çıxıb, baxsa biraz ondan, biraz bundan yadda qalmır, eləmir. Yəni, ideya olmur. İnsanla süni intellektin fərqi nədir? İdeyadır. Mən bir mahnını yazanda, mən bilirəm, məsələn, sevgidən yazmalıyam mahnı və yaxud vətənpərvərlik mahnısı yazmalıyam. Süni intellektin o ağlı yoxdur, məndə olan ağlı. Düzdür, o məndən bəzi şeylərdə çox ağıllıdır. 2 dəfə ikini vuranda bir neçə eləyir. Amma hiss məsələsi ki var, musiqini hiss yaşadır, o yoxdur. Yadımdadır, bir dəfə müsahibənizdə bir fikir demişdiniz. Musiqidə ən böyük boşluq şəxsiyyətlərin olmamasıdır. Bunu deyəndə nəyi nəzərdə tuturdunuz? Şəxsiyyətsiz vaxta gəlib çıxmışıq. Niyə görə? Qabaq musiqimizdə Üzeyir bəy var idi. Hamının ətrafındaydı. Üzeyir bəy ağsaqqaldı, onun dediyi herhalde o boş şeyler, ağıllı şeyler deyirdi. Çünki ona görə o gedir bizdə əsasını qoyub Azərbaycanda profesional musiqini. Ondan sonra gəldi Qara Qarayev, Fikrət Əmirov. Onlardan sonra gəldi Arif Məlikov, gəldi Tofiq Quliyev. Nə bilim, bu dünyada. Həqiqətən də o şəxsiyyətlər onlardan yoxdur. sonra gəldi Emin Sabitoğlu, Oktay Kazımov. Yəni bu adamlar öz sahələrində çox savadlı, çox deyərdim ki, həm populyar olmuşdular. Niyə görə? Belə populyar olmurlar. Boş-boş söhbətlərinə görə yox. Bunlar əməlləri nədən ibarətdir? Musiqi yazırdılar. Bunlar öz musiqiləri ilə bunlar avtoritet sayılırdılar. Bizim deyərdim ki, bu günləri musiqimizdə avtoritetlər var, 1-2 nəfər, onları da saya salmırlar. Əsasən, hərə bir ki, o Krılovun bir dənə təmsili vardı. Rak bir yerə, balıq bir yerə suya dartır, rak mən nə bilim, hara dartır, ördək uçmaq istəyir. Hamı bir dənə ərəbəni dartırlar, onu qalıb yerində getmir. Yəni, belə olmaz. Yəni, şəxsiyyət, axırıncı şəxsiyyət bizdə kimidir? Tofiq Quliyevdir. Yəni, musiqidə qısa bir müddət Vasifat Gözalovudur. Yəni ki, belə yəni bu sənətdə bilici adamlar olmalıdır. Bu sənətdə sözü keçən adam olmalıdır ki, məsələn, mən dəfələrlə olub neçə nəfərə öz həmkarlarıma məsləhət eləmişəm. Demişəm, bunu belə yap, belə eləsən yaxşı olar. Mənə qəhrim deyib, sən kimsən, sən mənə deyirsən bunu. Amma özü də ortada yoxdur. Adını da desəm, sizi adını tanımayacaqsınız heç belə bir bəstəkarı. Yəni ki, nəyə görə deyirəm? Saya salma məsələsi var. Adamı saya salmırlar. Nəyə görə saya salmırlar? Çünki şəxsiyyətlər yoxdur. Şəxsiyyət olsa, deyər ki, bunu bəli eləyin. Yəni, o sənə yiyə durur. Bu sənətdə sənə yiyəli edir. Yoxdur. Tofiq Quliyev yoxdur.
Belki de taksiri Tevfik Kuliyev'deydi. Özündən sonra kimisi götürmeliydi öz yerine. Bizdə adətən nədir? Hamı bilir ki, bunlar minir yaşayacaqlar. Amma ki, ömür çox qısadır. Keçib gedir. Ona Çox görə sən bu sahədə boşluqdur bizdə. Olan avtoritetləri də elə eləyiblər, çəkiblər qırağa ki, onların sözü keçmir. Çox təəssüf. Bəstəkarlardan bəziləri tarix üçün, digərləri özünü ifadə etmək üçün, bir başqaları hobbi və dolanışıq üçün yazır. Sizin taleyinizdə bunlardan hansı üstünlük təşkil edir? Mən konservatoriyanı bitirdikdən sonra dedim ki, daha mən mahnı yazmayacağım. Yəni ki, heç mahnı heç baxmırdım heç mahnı tərəfə. Dinləməyi xoşlayırdım, amma yazmağı heç düşünmürdüm. Bir günlər Bədii Şuraya mənə dedilər ki, Bədii Şura var Azərbaycan radiosunda, televiziyasında. Biz onlar əsərləri qəbul edirlər, alırlar və sonra onları lentə yazdırıb, radio, televiziyanın fonduna salırlar, televizorda, radioda səslənir sənin əsərlərin. Mən götürdüm, gəldim bir klassik əsərimi, Simli Kvarteti, gəldim Bədii rəhbərin yanına, dedim ki, mən bunu yazmışam, istəyirəm, bunu götürək, qəbul etsinlər və mən bunu səsləndirim. Qayıdıb dedi ki, əvvəlcə ged bir mahnı yaz, görürsən necə mahnı yazırsa, ondan sonra sən o bura əsərlərimə baxarıq. Mən bir il acıq elədim, gedmədim o bədii şuralara. Çünki gördüm ki, bunlar sən demə mahnı ilə ölçürlər, sənin biliyi, sənin istedadı, sənin neysə bu cürə. Anam bir gün mənə qayıtdı ki, demirlər mahnı yaz. Bir dənə mahnı yaz, göstər ki, onu da yaza bilirsən. Mən baxdımdan yazdım, tutduğum mahnı, Flora xanım oxudu birinci mahnımı. Bəh. Ondan sonra gördüm yavaş-yavaş digər müğənnilər də eşitdilər, gördülər təzə dəstxət gəlib. Yalçın rəhmətli idi, Rızazadə, sonra Elmirə Rəhimova idi, Mirzə Babayev idi, rəhmətli. Bunlardan başladım işləməyə, yəni ki, bunlar birinci mahnılarımın ifaçıları oldular. Sonra Nisə xanımla işlədik bir arada, sonra Akif İslamzadə ilə iki mahnımı oxudu. Yəni ki, bir neçə Elxan Əhədzadə idi, bu Cəfər Beybudu, bu oxuyanlarla başladım, gördüm, yavaş-yavaş həvəsə düşdüm. Sovet vaxtında bir iş vardı ki, bədii şuralar vardı. Mən gəldim, iki mahnı göstərdim orada. Özdə o vaxtı çox yaxşı pul da verirdilər. Əgər mənim maaşım 120 manat idi, mən işləyirdim səs yazma evində səs rejissörü. Bir mahnıya 150 manat pul verirdilər. Deməli, mən maaşımdan, bir aylıq maaşımdan çox mən mahnıma görə mən pul alırdım bu cürəylə. İki mahnı olanda 300 manat gəlib çıxırdı. Belə o vaxtı 80-cı illərin birinci yarısı çox yaxşı pullardı. Sonra ki 90-cı ildəki Sovet hökuməti hamısı dağıldı. Və bu, deyərdim ki, bədii şura, zat söhbəti, hamısı dedilər ki, bunlar Sovetin qalığıdır, bunlar olmaz. Hər şeyi yıxdılar, dağıtdılar, qaldı bəstəkarlar belə başlı başına. Bəli. Və həmin o anda bəstəkarlar, bunlar biraz akademik yazırdılar, bəstəkar yazan mahnılar efirə çıxırdı. Hərə bir Sovet vaxtında olmayıb, həvəskarlar olub. Onların mahnıları hərə-mərəm çıxmırdı efirə. Çıxanda da çox adamı neynirdilər. Məsələn, çox bəstəkar fason yazanlar vardı o vaxtı. Bunların adları ilə getmirdi mahnı. Gedirdi, Çarqah təsnifi, Şur təsnifi, nə bir Bayat Qacar təsnifi. Belə adlarla mahnıları keçirdi, təsnif adı ilə. Sonra gəldilər Azərbaycan radiosunda orada, gəldilər orada xahiş edirdilər ki, bu mahnını mən yazmışım. Onu eləmək ilə şu təsnifi yaz mənim adımı ora. Bax, belə gəldi, belə bir şeylər var idi. Bəstəkarlara olmadı müraciət. Başlandılar yerindən duran hamısı həvəskarlar başladılar çıxmağa. Həvəskarlar da biri o ilə Padruqadır, Padruqa mənim üçün mahnı yazıb. O birisi dostu kimi ilə dostum mənim üçün mahnı yazıb. Bax, belə şeylər vardı. Onu elə mahnı janrını öldürdülər. Gəlin təmiz danışaq. Deyəcəyəm, indi hərəsi öz şatına götürəcəkdi o şeyi. Sadəcə olaraq hansı mahnılar yaşayır? O mahnılar yaşayır ki, onlar bəstəkar əlindən çıxan mahnılardılar. Bu birisi həvəskarların mahnıları özlərindən başqa heç kim lazımdır. Bir də ki, radioda pul verirlər, fırladırlar, rasxırtka deyirlər. O pul qutaran kimi mahnı da yaddan çıxdı, getdi. Bax, belə bir şeydir. Təbii ki, elədir.
hərdən sizə retro bəstəkar deyirlər. Amma elə özünüzdə deyirsiniz ki, yaxşı bəstələr, yaxşı ifalar keçmişdə qaldı. Bu bir nostaljidir, yoxsa gələcəyə, indiki gənclərə inamsızlıqdır? İndiki nəsil cəmaət hərdən bizə baxır doğrudan keçmişin qalığı kimi. Mən hərdən danışıram, məsələn də, danışanda mən həmişə müqayisə ilə danışıram. Mən yaşamışam o dövrdə. Məsələn, indikiləri 25-30 yaşında uşaqlar, mən məsələn də indi 70 keçib ötüb yaşım, mən danışdığım şeylər onlar başa düşmürlər. Amma mənim 30 yaşında danışdığım söhbətlər onlar anlayırlar. Mən də istər-istəməz bir şeyi məndən soruşanda danışıram. Mən də istər-istəməz müqayisə ilə gəlir hər şey. Mən o dövrü görmüşəm. Bəli. Mən o dövrdə mənim 30 yaşım vardı. Bunlar indi 30 yaşı var. Mənim o dövrdə Sovet vaxtı 30. Bunlar mən danışanda gənə Sovet vaxtından başladı danışmağa. Bəs mən hansı vaxtdan danışım? Sizin indiki yaşınızı mən o vaxt yaşamışam. Mən o vaxt gördüyüm şeylər başqa cür idi. İndikilər başqa cürədir. Mən ona görə müqayisə edirəm. Keçmişdə avtobus arzuda gəlib eləyəndə dururdular cavanlar, yer verirdilər yaşlı adama. İndi belə şey yoxdur. O gündə baxıram, şimdi siz retro bəstəkarsınız. Çox sağ olun. Çox ad qoydular mənim üçün təzə retro bəstəkar. Məsələn, musiqilər, elementlər yaxşısı pisi olmur. Necə yaxşı pisiyə, yəni köhnəsi təzəsi olmur. Yaxşı musiqi var və bir də var pis musiqi. Yaxşı musiqiləri heç məndən xahiş eləmədən efirlərdə verirlər, fırladırlar. Amma pis musiqini gəlir pul verəcək ki, bunu bir ay fırlad ki, nə qədərdir pulu, gəlir bu qədərdir. Enerjimi yaradıcılığıma, dostlarıma və ailəmə xərcləyirəm demişsiniz. Maraqlıdır, Eldar müəllimin dostları kimlərdir? Sənət adamlarından kimlərlə dostluq edirsiniz? Çox az, 1-2 nəfər. Yerdə qalan mən başqa sahələrdən dostlarım. Çünki bilirsən, oturursan, söhbət edirsən, sənət adamla oturub söhbət edəndə istər-istəməz başlanır, neysə oturursan, müzakirə edirsən də filan kəs belə edir, filan kəs bu cürə, düz deyir o, bunu belə edir. Aranjmandan danışsan ki, aranjman düzgün deyir, bu mahnını bu cürə eləməzlər, filan kəs oxudu, düz oxumadı, ona boğazlardı, belə bir şeylər. Ona görə mənə lazım deyir o şeylər. Mənə özümə aid olan şeyləri mən özüm çox yaxşı bilirəm. Ona görə mənə heç kimlə nə müzakirə eləmək, nə neysə mübadiləsini eləmək lazım deyir mənə. Hərdən də o adamlarla görüşəndə ancaq yaxşı yeyib-içmək məclisində görüşürük bu cürəylə. Ataq mənim əsas dostlarım digər sahələrdəndir. Həkimlər var, sonra bu hüquq mühafizə orqanları, mühafizə hissələrindəndir. Yəni onlara mənim danışığım maraqlıdır, mənə də onların danışıqları maraqlıdır. Çünki insan hər zaman nəsə öyrənməlidir. Mən də çox şey, məsələn də, öz dostlarımla öyrənirəm, onlardan danışırlar, yadımda qaldır, bilirəm nədir. Və yaxud mən bildiklər, onlara musiqi maraqlandırır, mən də musiqidən danışırım onlara. Vaxtilə sizə vəzifə təklif olunanda atanız icazə verməyib. Deyib, get başını aşağı sal, musiqini yaz. Amma oğlanlarınızın ikisi də bugün yüksək vəzifədədir. Deyəsən, siz oğlanlarınıza bu tövsiyəni verməmisiniz. Yox, mənim oğlanlarım əvvəla başqa sahədədirlər. Mən uşaqlarımı musiqiyə vermədim. Özlərinin həvəsi olmadı, Eldar? Yox, həvəsləri var, mən qoymadım musiqiyə, istəmirəm. Həm də ki, zaman başqadır. Mən özüm hiss edirəm ki, onların marağı başqa şeydir. Yəni ki, onlar ikisi də iqtisadçıdır, ikisi də xaricdə oxuyub qutarıblar. Burada da bitiriblər institutu, xaricdə oxuyub qutarıblar. Maşallah. Yəni ki, çox savadlı uşaqlardır. Yəni ki, iqtisad aləmində kimdən məni gəlir soruşsunuz ki, biz filan kəsin oğlanları nətərdir? Onlar sizə məni gəlir ki, pis adam olmayacaq. Çox insanlar çox müsbət bir fikirdədir. Bu uşaqlar çox savadlıdırlar. Mən də bunlara ancaq bir şey demişəm. Həmişə demişəm, atam mənə deyib, mən də bunlara oğlanlarıma demişəm ki, birlikdə olun, savadınızı birlikdə əlinizdən heç kim almayacaq. Bax, yəni bir də dolayı həmişə tövsiyəm odur ki, nə qədər çox dil bilirsiniz, o qədər yaxşıdır. Məsələn, uşaqlar arası neçə dil bilirlər. Yəni ki, bu günün deyərdim ki, tələbidir, çox dil bilmək.
Mən keçən Macaristana getdim, yarazlıq gecəm orada keçirilirdi. Gəlmişəm. Əşi, Macarlara baxarıq ki, neysə, öz dillərində danışırlar, hamısı da bilir İngilis dilini. Mən yazıq qalmışam ortada, mən Rusça danışmaqdan başqa ayrı söz bilmirəm. Bu cürəyinə, indi də öyrənmək artıq dili mənə gecdir. Mən istəyən oxuyanlar yoxdur deyirsiniz həmişə. Amma siz işlədiyiniz sənətkarlarda Mübariz Tağıyev, İlqar Muradov, Brilliant Dadaşova, elə Aygün Kazımova, onlar ki həyatdadır. Yox. İşləmirsiniz. Bircə Mübariz Tağıyevlə işləyirəm. Aha, səbəb? Mübarizlə çox yaxın dostluq. Mübariz açığı daha çox mənim deyərdim ki, ruhən yaxındır sizə. Yazdığım musiqilərə məsələn də daha çox yaxındır. Mən də bilirəm onu necə yazmaq lazımdır, açıq bu cürəylə. Digər müğənnilər, onlar vaxtı ikən işləmişəm, nəsə müraciət eləmirlər. Yəni ki, onlara başqa mahnılar daha çox indi bu günləri maraq edir. Yəni ki, mən mahnılarıma görürəm ki, hətta vaxtı ikən yazdığım yaxşı mahnılar vardı, yaxşı da oxuyub, əla oxuyublar. Onlar hərdən görəndə, niyə oxumursan bana? Oxuyacağım. 30 ildə eşidirəm, oxuyacağım, amma oxumurlar. Ona görə eşitdiyimizə görə futbol həvəskarısınız. Yerli və xarici komandalardan hansına azarkeşlik edirsiniz? Yerli veteran futbolçulara, onlara münasibətim var. Dostam onların hamısı ilə, əksəriyyəti ilə. Komanda yoxdur. Yerli komanda yoxdur ki, mən ona doğrudan baxım, həvəskar. Qabağa Neftçi idi. Neftçi də indi elə bir gündədir ki, vallah, nəsə ona yapışığım, yox, onun yapışığı mənə yoxdur. Yəni ki, o Neftçidən mən heç nə görmürəm. Yəni, komandanı geyib bağlayasan, təzədən geyib başlayasın yığmağa, özü də bizim Azərbaycan futbolçularından, Azərbaycanda olmalıdırlar. Biz hamısı baxırsan, hamısı Qarabağlardılar, gəliblər, başqalardır. Bizim təkcə Neftçi yox, bütün elə futbolumuzda elə. Onlar ürəyi yanmayacaq sənin millətin üçün, sənin ölkən üçün. Çıxıb, sonra qədər vuruşmaq üçün gərək özünki olasan. Niyə yetişmir? Yetişmir də o mənimdir, onun səbəbi başqalarındadır. Amma xarici komandalardan 30 ildən yuxarıdır, mən Barcelona azarkeşiyəm. Hətta bir dəfə də durub getmişəm o vaxtı Barcelona'ya getdim. Ronaldo ilə Messi ilə oynayırdılar. O oyuna getdim baxmağa. Məxsusən onun üçün. Mən o stadiona girəndə, o ab-ı havanı görəndə mən artıq özümü oradan çox belə, hələ bir ki, başqa bir yerdə, kosmosda görürəm. Böyle bir mənə həvəs gəldi. Daha da çox istəyirəm gedim məsələn, belə oyunlara. Görək də, amma imkan yoxdur da, yəni ki, imkan deyəndə səhhətimlə bağlı. Dur, get ki, ora, bir dənə oyuna 45 dəqiqə, saat yarımlıq oyuna baxmaq üçün 3 gün, 4 gün, 5 gün çətindir. Eldar müəllim, mənə çox maraqlıdır. Sizin necə bir ananız olub, necə bir xanım olub? Müsahibə zamanı 3 dəfə ananızın adını çəkmədən anam belə məsləhət gördü, anam belə dedi deyə müraciət etdiniz. Evin kişisi adətən tərbiyə işi ilə o qədər məşğul olmur, nə qədər ki, ana. Bizim əsasən tərbiyəmizlə anam məşğul olub. Yəni ki, bizim nə sözümüz, adımız vardı, anama gəlib danışardı, anamla bölüşərdi. Mən də, qardaşlarım da və o da məsləhətlər görərdi bizə. Yaxşı məsləhətlər verirdi. Və bu cürəylə, məsələn, hərdən nəsə düz eləməyəndə biz, atam hirslənirdi. Yəni, anam atama apardı o bir otağa. Yəni ki, hirslənməsin, acıqlanmasın, eləməsin. Ana ürəyi. Və yaxud biz də, məsələn, belə də girək mülçədik, yer get otağıma, bağla qapını, çıxma bayra. Və belə şeylər vardı. Və bu cürəylə məsləhətdə anada olan o nəvaziş, anada olan o münasibət, ananın dedikləri hamısı elə bil ki, fal kimi gəlib çıxır adamın qabağına. Mənim atam, məsələn, o vaxtı bir dəfə dedi ki, özü demədi, sən qıraq adam dedi. Dedi, atam deyir ki, gedir məsələn, işdə, orada, burada nəsə, görürsən, nastroyenisi olmur. Deyir,
tez çalışır evə gəlsin ki, evdə yoldaşı onun könlünü alacaq, oturacaq məsələn, yəni ki, onun o hirsli vaxtı, hirsli nasrensi keçib gedəcək. Bax, belə şeylər var. Həyat dostu olub. Bəli, mənim anam dövründə həm atamın dostu idi, həm bizi ilə təkcə ana-evlad münasibəti deyirdi bizdə. Onun məsləhətləri bizə çox vaxt kömək edirdi bizə. Mən məsələn, sonradan bildim ki, arkadaşlar mənim anam şeir zətdə yazırdı. Anamın şeirlərini mən anam dünyasını dəyişəndən sonra evdə tapdım onun əlyazmalarını, onun şeirlərini və 4 mahnı yazmışam onun sözlərinə. İstədim albom kimi edim, sonra dedim, yox, hələ bu əsas bulardır. Hətta apardım, bir dəfə göstərdim Bəxtiyar Vahabzadəyə də. Dedim ki, bəs Bəxtiyar mənim, bəs anam bu şeirlə. Mənə baxdı, qayıtdı ki, əcəb şeydir, deyir. Anam mənə, sən demə 40-cı illərdən şeirlər yazırdı. Deyir, şeirlər hamısı əruz vəznində. Yəni ki, o zamanlar indiki kimi heca vəznində demək olar ki, çox adam yazmırdı. Yəni, baxdım, mənim anamın əsas şeirləri hamısı əruz vəznindədir. Hansı mahnılara hansı sözlər olubdur? Namə yaz göndər, onu Aygün oxuyub, Dərdimi soruşma, İlqar Muradov oxuyub. Ananızın sözlərini olub. Anamın sözlərini. Sonra Neyləyim Dumananı oxuyub. Bir də özüm oxumuşam Əlvida. O sonuncu şeiri idi. Ölümündən bir neçə gün qabağa yazmışdı onu. Amma o buru şeirlər köynədir. 40-cı illərdə yazılıb o buru şeirlər. Hazırda nə üzərində işləyirsiniz? Düşüncələrinizdə hansı yeni əsərin notları dolaşır? Son 10 ildə deyərdim ki, mən mahnı janrında bir növ elə bir ki, uzaqlaşmışam. Hərdən çox az hallarda yazıram, tək-tək, o da dostlarım üçün yazıram bu mahnını. Amma əsasən simfonik musiqi ilə məşğulam. Simfonik janrda əsərlərlə məşğulam. Və onu da çalışıram elə edeyim ki, yəni ki, bir var, simfonik deyəndə çox adam qorxurlar ki, simfonik musiqi çatmır, eləmir. Mən, məsələn, simfonik musiqinin elə bir hissəsində, elə bir janrında yazıram ki, sadə adamlar çox asan qavrasınlar. Bəli. Yəni ki, əsasən mənim işim odur. Keçən illəri Macaristanda oldu mənim yaradıcılıq gecəm simfonik orkestrlə. Macaristanın simfonik orkestri idi. Burada dirijor dostum Fuad İbrahimovdan getmişdik. Ondan əvvəl filarmoniyada oldu mənim konsertim. Bizim filarmoniyanın simfonik orkestri ilə. Ondan da bir il əvvəl oldu mənim deməli Heydər Əliyev Sarayında yubiley gecəm. Orada da oldu konsertim. Orada da simfonik musiqim də vardı. O da mənim digər dostum Cavanşir dirijor, deməli o Cəfərov Cavanşir, o idi dirijor. Bax belə, yəni ki, daha çox mən çalışıram simfonik musiqilərimi, çünki nəyə görə simfonik musiqiyə daha çox üstünlük verirəm? Xaricdə, yəni ki, Avropada, dünyanın çox ölkələrində, yəni ki, simfonik musiqiyə daha çox üstünlük verilir. Daha çox o konsertlərə daha çox cəmaət mənə baxır. Eldar müəllim, mənimlə həmsöhbət olduğunuza görə sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, könlümüzü qırmadınız, qonağımız oldunuz. Çox minnətdarım. Çox sağ olun. Adam var, oyuna danışanda yoruluram, sizin heç yorulmadım heç. Təşəkkür eləyirəm. Ətirlərin şahı Ətirşah sizə gözəl bir parfüm göndərib. Çox gözəldir. Dedilər, sizə özəl hazırlanıb. Sonra bizim bir dostumuz var, Aqat Silver. Təbii daşlar məkanı. Təsbih bilmirəm, aranız necədir? Təbii daşlardandır. Aqat Silver göndəribdir. Mən təsbih kolleksioneriyəm. 200-dən çox təsbihim var evdə. Yəni ki, müxtəlif kim gedir xaricə, götürüb gəlir. Adətən deyilir təsbih qoca adamlar çox, xeyr. Mən uzun illər siqaret çəkirdim. Mən siqaret həmişə öyrəşmişdim ki, məndə əlimdə siqaret var. O siqareti tərgizəndən sonra keçmişəm təsbihə. Təsbih, yəni ki, əlimin neynənsə məşğul olur. Hətta məşğuliyyəti var bu cürə. Təşəkkür edirəm bunlara görə də, həm müsahibə yox, həm söhbətə görə təşəkkür edirəm. Nə vaxt lazım olsa mənim üçün qulluğunuzda hazıram. Çox təşəkkür edirəm.
Görürəm ki, siz təhsilə çox önəm verən bir insansınız. Bizim bir dostumuz da var. High Result Akademi. Çox gözəl tədris mərkəzidir. Mən də övladlarımı inşallah bura etibar edəcəm. İndidən etmişəm. Yay məktəbinə göndərəcəm. Sizin də əgər nəvələrinizə lazım olarsa müraciət edə bilərsiniz. İnşallah. Çox sağ olun. Çox təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Sağ olun. Zərifliyin rəmzi olan keyfiyyətli və təbii aqat daşları hər kəsə bol enerji ötürür. Dünyanın dörd bir yanından seçilən nadir daşlarımız arasından siz də daşınızı seçə bilərsiniz. Müştərilərimizə ekskluziv daşlardan hazırlanmış aksesuarlar təqdim etmək və onların həyatına pozitiv enerji qatmaq ən böyük hədəfimizdir. Aqat, təbii enerjinin ünvanı.